20'ni biz bu formada yazarıq. Loqaritma 40 əsasdan 2-ni 1 bölünsün loqaritma 2 əsasdan 40 yazırıq. Və ondan sonra bərabərdir 1 bölünsün 2 əsasdan 40 yazıram 2 əsasdan 4 üstəgəl 2 əsasdan 10. 2 əsasdan 4 onsuz da ki bizdə 2 eləyir. 2 eləyir. Üstəgəl 2 əsasdan 10 da yazıram təzədən 1 bölünsün loqaritma 10 əsasdan 2. Buradan bərabərdir 1 böl 2 üstəgəl 1 böl 10 əsasdan 2-ni də yazıram. Loqaritma 10 əsasdan 10 çıxılsın 10 əsasdan 5. Çünki 10'u 5'ə böləndə onsuz 2 verəcək. Bərabərdir 1 bölünsün 2 üstəgəl 1 böl 10 əsasdan 11 eləyir çıxılsın 10 əsasdan 5. Bu da görür ki sağdakı ifadə ilə eyni şeydir. Deməli onda burada x bizdə nədir? Loqaritma 10 əsasdan 5. Bizdən soruşur x plus LJ2. X plus LJ2 də olacaq LJ5 üstəgəl LJ2. Bu da LJ10 eləyir ki LJ10 da 1'ə bərabər olur.